Salam uşaqlar, bugün mən sizə dövr qanun və dövri sistem testlərinin 51-ci sualda növbəti sualların izahını verəcəm. İzaha verməmişdən əvvəl sizinlə belə bir məlumatı bölüşmək istəyirəm ki, sentyabrın 1-dən artıq bizim həm əyani, həm də onlayn şəkildə fərdi və qrup olmaqla dərslərimiz başlayır. Belə ki, 1-ci və 4-cü qruplar, yəni ki, mənə müraciət edə bilər dərslərimiz haqqında. Əlaqə nömrəsini mən burada qeyd edirəm. Kim ki, hansı uşaqlar ki, hazırlığa qoşulmaq istəyir, mənə 051 595 69 64 nömrəsinə əlaqə saxlaya bilərlər. 051 595 69 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi uşaqlar, gəlin vaxt itirmədən 51-ci sualın izahını verim. 51-ci sualda bizə deyilir ki, 1-ci qrupun əsas yarım qrup elementlərinin, hidroksidlərinin əsaslıq xassəsinin onların sıra nömrəsindən asılı qrafikini göstərin. Uşaqlar, 1-ci qrup elementlərimizə aiddir litium, natrium və kalium elementləri. Litiumun sıra nömrəsi 3-dür, natriumda 11-dir, kaliumda isə 19-dur. Bunların hidroksidlərdəki litium OH, natrium OH və kalium OH şəklində olmuş olacaq. Əsaslıq xassəsi getdikcə, yəni ki, qrup üzrə yuxarıdan aşağı doğru gəldikcə əsaslıq xassəsi artır və hətta onların sıra nömrəsi də artır. Çünki litiumda, natriumda, kaliumda görürsünüz ki, litiumda 3, natriumda 11, kaliumda 19. Yəni sıra nömrəsi ilə əsaslıq xassəsi düz mütənasibdir. Ona görə 51-də olur Y bəndi. İndi gəlin 52-ci suala baxaq. 52-ci sualda bizə deyir ki, X, Y və Z elementləri eyni qrupun əsas yarım qrupunda yerləşir. Deməli, əsas yarım qrupda X elementi, Y elementi və Z elementi var. Deyir, X elementi Y-ə nisbətən daha asan elektron alır. Uşaqlar, elektron almaq oksiləşdiricilik deməkdir. Elektron vermək isə reduksiyicilik deməkdir. İndi deyir, X elementi Y-ə nisbətən daha asan elektron alır. Biz bilirik ki, aşağıdan yuxarıya doğru getdikcə oksiləşdiricilik qabiliyyəti artır. İndi X elementi Y-ə nisbətən daha asan elektron alırsa, deməli, X elementi Y elementindən yuxarıda yerləşir. Bunu yazdıq. İndi Z elementi ya X-in yuxarısında yerləşəcək, ya X-in Y-in ortasında yerləşəcək, ya da Y-in aşağısında yerləşəcək. İndi Z haqqında bir məlumata baxaq. Deyir, Z isə X və Y-ə nisbətən daha zəif qeyri-metaldır. Uşaqlar, qrup üzrə yuxarıdan aşağı doğru gəldikcə metallıq xassəsi artır. Çünki mən sizə öyrətmişəm, fransium metalına yaxınlaşır. Metallıq xassəsi artır. Deməli, əksin olaraq yuxarıdan aşağı doğru gəldikcə qeyri-metallıq xassəsi azalacaq. Deməli, ən zəif qeyri-metal ən aşağı yerdə yerləşən olacaq. İndi deyir ki, Z də X və Y-ə nisbətən daha zəif qeyri-metaldır. Deməli, Z X və Y-ə nisbətən daha aşağıda yerləşəcək. İndi uşaqlar, bizə də deyir ki, bəs burada, indi biz yazdıq X, Y, Z. İndi bizə nə soruşur? Deyir, X, Y və Z elementlərinin atom radiusunun artması sırasını göstərin. Biz də bilirik ki, qrup üzrə yuxarıdan aşağı doğru gəldikcə atom radiusu artır. Deməli, birinci ardıcılıq X, sonra Y, sonra da Z olan variant A variantıdır. Gəlin 53-cü suala baxaq. 53-cü sualda deyir ki, hansı halda dövrü sistemdə elementlərin xassələrinin 1, 2 və 3 istiqamətləri dəyişməsi doğrudur. A variantına baxaq. İkinci istiqamətdə oksiləşdiricilik azalıb yazıb. Uşaqlar, ikinci istiqamət şəkildən də göründüyü kimi dövr üzrə soldan sağa doğru çəkilən bir istiqamətdir. Mən də bilirəm ki, qaydadan dövr üzrə soldan sağa doğru gəldikcə mən hansı elementə yaxınlaşıram? Flor elementinə. Florda qeyri-metaldır. Deməli, qeyri-metallıq xassəsi artır. Yəni, deməli, qeyri-metallıq xassəsi artdığı üçün oksiləşdiricilik də artmalıdır. Amma mənə A variantında deyir ki, oksiləşdiricilik azalır. Deməli, A variantı yanlışdır. B variantına baxıram. Üçüncü istiqamətdə elektromənfilik artır. Üçüncü istiqamət qrup üzrə yuxarıdan aşağı doğru çəkilən bir istiqamətdir. Yuxarıdan aşağı doğru gəldikcə metallıq xassəsi artdığı üçün deyirik, reduksiyicilik xassəsi artır. Və reduksiyicilik xassəsi artdığı üçün elektronmənfilik xassəsi azalmalıdır. Amma bizə nə deyir? Deyir, elektromənfilik xassəsi artır. Deməli, B variantı da yanlışdır. C variantına baxaq. Deyir ki, birinci istiqamətdə metallıq xassəsi azalır. Birinci istiqamət qrup üzrə aşağıdan yuxarıya çəkilən bir oxdur. Və aşağıdan yuxarıya çəkilən bir oxda da biz deyirik ki, metallıq xassəsi azalır. Çünki yuxarıdan aşağı doğru əgər ki, metallıq xassəsi artırsa, deməli, onun əksini olaraq aşağıdan yuxarıya çəkilən zaman bu istiqamət metallıq xassəsi azalır. Ona görə 53-də doğru cavab olur C bəndi. Gəlin 54-cü suala baxaq. Hansı halda dövrü sistemdə elementlərin xassələrinin birinci, ikinci və üçüncü istiqamətlərdə dəyişməsi doğru göstərilmişdir? A variantında deyir ki, birinci istiqamətdə reduksiyicilik artır. Yanlışdır. Birinci istiqamət dövr üzrə soldan sağa çəkilən bir istiqamətdir. Yəni, baxın, bu istiqamət nəzərdə tutur. Və burada da biz bilirik ki, oksiləşdiricilik artır, reduksiyicilik yox. Ona görə A yanlış. B variantında deyir ki, birinci istiqamətdə metallıq xassəsi artır. Birinci istiqamət dövr üzrə soldan sağa çəkilən bir istiqamətdir və flor elementinə yaxınlaşırıq. Flor da qeyri-metalsa, bizdə metallıq yox, qeyri-metallıq xassəsi artacaq. Ona görə B variantı da yanlışdır.
C variantında deyir ki, ikinci istiqamətdə radius kiçilir. İkinci istiqamət uşaqlar. Görürük ki, qrup üzrə yuxarıdan aşağı doğru çəkilən bir oxdur və yuxarıdan aşağı doğru biz bilirik ki, atom radiusu artır, kiçilmir. Ona görə C də yanlışdır. D variantı üçüncü istiqamətdə oksidaşdırıcılık artır. Üçüncü istiqamət dövr üzrə sağdan sola çəkilən bir oxdur. Dövr üzrə soldan sağa doğru çəkilsəydi ox, yəni bu birinci oxdakı kimi çəkilsəydi, onu da deyərdik oksidaşdırıcılık artır. Amma əksinə üçüncü istiqamətdə kimi, yəni sağdan sola çəkildiyi üçün oksidaşdırıcılık azalacaq. Yəni D də yanlışdır. Y variantında deyir ki, üçüncü istiqamətdə elektromənfiliyi azalır. Bu doğru bənddir. İndi uşaqlar, gəlin 55-ci suala baxaq. X, Y və Z əsas yarım qrup elementləridir. Deyir, Z və Y-in valent elektronları sayı bərabərdir. Uşaqlar, birinci variant üçün bizə deyir ki, Z ilə Y valent elektronları sayı bərabərdir. Deməli, Z ilə Y eyni qrupda yerləşməlidir. Ona görə biz A variantını silirik. Çünki A variantında X ilə Y-in eyni qrupda yerləşdiyini göstərir. D variantında silirik. Burada da X, Y eyni qrupdadır. Bizə X, Y lazım deyil. Bizə Z ilə Y-in eyni qrupda yerləşməsi lazımdır. Y variantında Y ilə Z eyni dövrdə göstərir. Eyni dövr yox. Valent elektronları sayı eyni o deməkdir ki, yəni eyni qrupda yerləşsin. Qaldı indi ya cavabım mənim B-dir, ya da ki cavabım mənim C-dir. İndi mən ikinci seçimi oxuyuram. İkinci seçimdə mənə deyir ki, X-in atom radiusu Z-dən böyükdür. İndi uşaqlar, bax, mən B variantının üçündə, C variantının üçündə baxıram. Mən deyirəm ki, baxın, mənə nə qaldı? Bu Z qaldı. Z də X-in yanındadır. Z ilə X eyni dövrdə olan elementlərdir. Dövr üzrə soldan sağa doğru gəldikcə bilirəm ki, atom radiusu azalır. İndi mənə deyir ki, X-in atom radiusu Z-dən böyükdür. Deməli, X Z-dən əvvəldə yerləşməlidir. Ona görə mənim doğru cavabım olacaq C bəndi. 56-cı suala baxaq. 56-cı sualda deyir ki, X, Y və Z metalları eyni əsas yarım qrupda yerləşir. Deyir, Y atomu X-ə nisbətən daha asan elektron verir. Elektron vermək reduksiyacılıq deməkdir. Biz də bilirik ki, qrup üzrə yuxarıdan aşağı doğru gəldikcə reduksiyacılıq xassəsi artır. İndi deyir, Y atomu X-ə nisbətən daha asan elektron verir. Deməli, ən asan elektron verən ən aşağıda yerləşməlidir. Ona görə mən Y-i yazıram ən aşağıya. Deməli, X da ondan, yəni Y-dən yuxarıda yerləşəcək. Yazırıq, məsələn, 1 bura. İndi Z ya X-in yuxarısında yerləşəcək, ya X-in Y-in ortasında yerləşəcək, ya da ki, deməli, Y-dən aşağıda yerləşəcək. İndi biz bilək ki, görək bu Z harada yerləşir. Deyir, Z-in elektron vermə qabiliyyəti Y-dən kiçikdir, X-dən isə böyükdür. Deməli, bu Z də X-in Y-in ortasında yerləşir. İndi bizə deyir ki, X, Y və Z elementlərinin atom radiuslarının artma ardıcılığı. Mən də bilirəm ki, qrup üzrə atom radiusu yuxarıdan aşağı doğru artır. Deməli, ardıcılıq belə olacaq. Birinci X, sonra Z, sonra da Y. Deməli, bu da olur hansı bənd? D bəndi. Gəlin uşaqlar, baxaq 57-ci suala. 57-ci sualda bizə verib ki, reaksiyalar verib. Deyir ki, X üzərinə gəlib bir su, alınıb XOH da gəlinsin hidrogen. XOH alınıb uşaqlar. Biz bilirik ki, hidroksid 1 valentlidir. Deməli, X də 1 valentlidir. Yəni, kimya formuluna əsasən X-in valentliyini tapdıq ki, X də 1 valentlidir. Və biz bilirik ki, 1 valentlilər birinci qrupda yerləşir. Birinci qrup elementlərinə də biz demişik qələvi metallar. Yadda saxlayın, birinci qrup elementlərimiz olan elementlər ki var, litium, natrium, kalium, buna deyirik biz qələvi metallar. İkinci qrup elementlərin isə qələvi torpaq metalları deyilir. İndi baxın, mənə deyir ki, X elementi üçün nə doğrudur? Deyir, birinci qrupun əsas yarım qrup elementi də doğrudur. Biri götürdüm. Deyir, hidroksid də qələvidir. Bəli, yadda saxlayın uşaqlar. İstər qələvi metal, istərsə də ki, qələvi torpaq metallar. Yəni, istər birinci qrupun elementləri, istərsə də ikinci qrupun elementləri hidroksidi qələvidir. Ona görə 2 də düzdür. Üçüncüdə deyir ki, qələvi torpaq metaldır. Uşaqlar, mən sizə dedim, birinci qrupda olan elementlər qələvi metallardır. İkinci qrupdakı olan elementlər qələvi torpaq metalıdır. Mən də tapdım ki, X metalın birinci qrupda yerləşir. Deməli, bu qələvi metal olacaq. Qələvi torpaq yox. Deməli, mənə doğru olanları soruşurdu. O da olur 1 ilə 2, yəni 57-də C bəndi. 58-ci suala baxaq. O da onun bənzəridir. Görürəm ki, baxın, XOH2 yazıb. XOH2. Mən deməli, buradan tapıram ki, OH 1 valentlidir. Uşaqlar, bu hər zaman belədir. Yəni, hidroksid qrupu 1 valentlidir. İndi bu yazılan bu ayağına ki 2 var. Baxın, mən sizə öyrətmişəm. Valentliyə əsasən kimya formunun tərtib edilməsi qaydasına əsasən deyirdik ki, çarpaz yazılır. Əgər OH 1-dirsə, deməli X 2 valentlidir. Tapdım ki, X 2 valentlidir. Deməli, X elementimiz qələvi torpaq elementləridir. Yəni, deyir, X element üçün nə doğrudur? Qələvi metaldır, yanlışdır. Qələvi torpaq metal olmalıydı. Deyir, ikinci qrupun əsas yarım qrup elementidir. Doğrudur. Hidroksidi qələvidir. Bəli, istər qələvi metal, istərsə qələvi torpaq metalın hidroksidi qələvidir. 2 ilə 3 olan variantda 58-də olur A bəndi. 59-cu sualda deyir ki,
3-cü dövrün X metalı ilə həmin dövrün Y elementi X, Y3 birləşməsi əmələ gətirirsə, hansı ifadələr doğrudur? Deməli, uşaqlar, X, Y3, X metaldır. Deməli, burada X-in bu, Y-in ayağında yazılan bu 3 var. Deməli, bu nəyə göstərir? X-in valentliyin 3 olmasını göstərir. 3 valentli elementlərdəki oksidaşma dərəcəsi biz bilirik ki, onun müsbət 3 olur. Yəni, böyük qiymət olur, müsbət 3 olur. İndi Y-dəki deməli mənfi 1 imiş ki, bu X, Y3 şəklində yazılır. İndi Y-dəki bizə tapdıq ki, oksidaşma dərəcəsi mənfi 1-dir. İndi bizə deyir ki, hansı ifadələr doğrudur? Deyir, Y halogendir. Uşaqlar, biz bilirik ki, halogenlər neçənci qrupda yerləşir? 7-ci qrupda yerləşir. Və onların maksimal oksidaşma dərəcəsi yerləşdiyi qrupun nömrəsi qədər olur. Yəni, müsbət 7 olur. Amma minimal oksidaşma dərəcəsi isə yerləşdiyi qrupdan 8 çıxırıq. İndi baxın, məndə mənfi 1-dirsə, deməli, mənim bu elementim neçənci qrupda yerləşir? 7-ci qrupda. Çünki 7-ci qrupda yerləşir ki, mən ondan maksimal qrupun sayı, yəni 8 çıxanda oksidaşma dərəcəsi mənfi 1-dir. Deməli, Y 7-ci qrupda yerləşir və 7-ci qrup elementlərimizdə biz halogenlərdir. Yəni ki, flordur, xlordur, bromdur, yoddur, onlar halogendir. Deməli, birinci doğrudur. Deyir, X-in proton sayı Y-in proton sayından 3 vahid deyir ki, kiçikdir. X uşaqlar deyir ki, onda 3-cü qrup elementidir. Müsbət 3 oksidaşma dərəcəsi göstərir 3-cü qrup elementidir. Y-dəki biz bildik ki, neçənci qrup elementidir? Halogendir, 7-ci qrup elementidir. İndi sizcə, deməli, X-in proton sayı Y-in proton sayından nə qədər kiçik olmuş olacaq? 7-dən 3 çıxırsınız, 4. Yəni 5 vahid kiçikdir, yanlışdır. Üçüncüdə deyir ki, Y-in ən kiçik və ən böyük oksidaşma dərəcələrinin cəmi müsbət 6-dır. Y deməli halogendir, 7-ci qrupda yerləşir. Və onun ən kiçik oksidaşma dərəcəsi deyirik ki, yəni həmin bu sıra nömrəsindən 8 çıxırıq, mənfi 1-dir, ən kiçik oksidaşma dərəcəsi. Ən böyük oksidaşma dərəcəsi isə yerləşdiyi qrupun nömrəsi qədərdir. Yəni 7-ci qrupda yerləşirsə, ən böyük oksidaşma dərəcəsi də müsbət 7-dir. Bunların da cəmi eləyir müsbət 6, bu da doğrudur. İndi hansı ifadələr doğrudur? 1-dən 3 olan variantda olur 59-da Y bəndi. Gəlin 60-cı suala baxaq. 60-cı sualda bizə deyir ki, X, Y, Z və T elementləri ikinci dövrdə yerləşir. Fiq istiqamətdə yazdıq. Deyir, Y və Z-ə nisbətən X elektronu daha asan verir. Elektronu vermək biz bildik ki, reduksiya edicilikdir və dövr üzrə sağdan sol istiqamətinə gəldikdə reduksiya edicilik artır. Deməli, indi X elementi Y və Z-ə nisbətən daha asan elektron verirsə, deməli, X Z-dən və Y-dən əvvəldə yerləşəcək, öndə yerləşəcək. Yəni, Z də Y-də ondan sonra da yerləşəcək. İndi deyir, Z-ə nisbətən Y elektronu daha çətin verir. Daha çətin verir o deməkdir ki, yəni Z-dən sonra yerləşəcək. Yəni, ortada Z yerləşəcək, X-dən sonra Z gələcək, sonra Y gələcək. Deyir, T də elektronu alıb vermir. Uşaqlar, biz bilirik ki, bu 8-ci qrupda yerləşən bir element T elementi ki, nə elektron alır, nə də verir. Və bir atomlu bəsit qaz əmələ gətirir. Deməli, T-dəki 8-ci qrup elementidir. Yazdım, deməli, T-yə də 8. İndi nə deyir? Elementlərin sıra nömrələrinin azalma istiqamətində. Uşaqlar, soldan sağa doğru getdikcə elementin sıra nömrəsi artır. Deməli, azalma deyəndə sağdan sola olan istiqaməti yazacağım. Yəni, birinci yazacağım T, sonra yazacağım Y, sonra Z, sonra da ki X. Bu da olacaq D bəndi. Gəlin indi baxaq 61-ci suala. 61-ci sualda deyir ki, X, Y və Z və T eyni dövrdə yerləşən əsas yarım qrup elementlərdir. Eyni dövrdə yerləşir. Deyir, X elementi yalnız oksidləşdirici xassədə göstərir. Bu hansı elementdir? Flor elementidir və biz də bilirik ki, flor elementi 7-ci qrupda yerləşir. Deməli, X elementi yalnız oksidləşdirici xassədə göstərir deyə onu yazdıq 7-ci qrupa. Deyir, Y elementinin sıra nömrəsi özünə ən yaxın təsirsiz qazın sıra nömrəsindən bir vahid çoxdur. Biz bilirik ki, təsirsiz qaz neçənci qrupda yerləşir? 8-ci qrupda və özünə ən yaxın deyir, təsirsiz qazın sıra nömrəsindən bir vahid böyükdür. Uşaqlar, biz də bilirik ki, maksimal qrupumuz 8-dir. 8-dən bir vahid böyük deyəndə 9 təbii ki, olmayacaq. Deməli, digər dövrün birinci qrup olmuş olacaq da. İndi uşaqlar, Y bildik ki, birinci qrupda yerləşir. Deməli, baxın, bu həmin təsirsiz qaz özündən bir əvvəlki dövrün, yəni baxın, bundan deyək ki, biz münasibətlə ikinci dövrü deyək, birinci dövrdə də bundan bir əvvəlki dövrdə və yaxud da bundan üçüncü dövr deyək, bundan əvvəlki dövrdə deməli, yerləşən bir təsirsiz qazı, məsələn, burada A deyək ki, bir elementidir, bu 8-ci qrupda yerləşir. Həmin bu A təsirsiz qazının sıra nömrəsindən, yəni onun yerləşdiyi qrupundan bir vahid çox, deməli, hansı elementdir? Y elementdir ki, o da birinci qrupda yerləşir. Bunu da belə yazdıq. Amma o üçüncü dövrdə. Deyək ki, bir A elementi var, təsirsiz qazda, o ikinci qrupun 8-ci qrup, ikinci dövrün 8-ci qrupunda yerləşirsə, həmin bu 8-ci qrupdan bir vahid çox olan Y elementidir ki, o artıq başqa bir dövr, yəni üçüncü dövrün birinci qrupunda yerləşəcək. Yəqin ki, fikrim çatdı. Çünki yenə deyirəm, 8-dən bir vahid çox 9 deyə bir şey olmadığı üçün digər dövrün birinci qrupu olmuş olacaq. İndi gəldik Z elementinin deyir sıra nömrəsi
Halogenin sıra nömrəsindən bir vahid çoxdur. Uşaqlar, bilirəm ki, halogen 7-ci qrupda yerləşir. Halogenin sıra nömrəsindən bir vahid çox, yəni 8-ci qrupda yerləşməsi lazımdır. Z elementi də. Z-ə görə ona görə yazdım bax bura. Deyir, T elementi də hidrogenlə birləşmələrdə mənfi oksidaşma dərəcəsi göstərir. Mən bilirəm ki, minimal oksidaşma dərəcəsi -3-dür də. Bu necə olub? Yerləşdiyi qrupdan ən böyük qrupumuz neçədir? 8. Onu çıxıb olub -3. Deməli, mən 5-ci qrupda bu T elementi yerləşirmiş ki, 5-ci qrupdan maksimal qrup nömrəsi 8-dir. Onu çıxıb alıb -3. Deməli, T elementi də 5-ci qrupda yerləşir. Burada yazdım bir 5. Mənə indi deyir ki, X, Y, Z və T elementləri dövr üzrə soldan sağa hansı ardıcılıqla gedər? Deməli, ilk öncə Y, sonra T, sonra X, sonra da Z olan variant B variantı. Gəl indi 62-ci suala baxaq. 62-ci sualda bizə verib ki, metallar verib. X, Y, Z metalları verib və sıra nömrələri qeyd edib ki, X-də sıra nömrəsi 3-dür, Y-də 19-dur və Z-də də ki 13 olduğu qeyd olunub. Deyir ki, X, Y və deməli Z metallarının oksidləri haqqında hansı ifadələr doğru deyil. X elementi sıra nömrəsi 3 verib. Deməli, bu litiumdur ki, litiumda biz bilirik ki, 1-ci A qrupunda yerləşən bir elementdir. Yəni, əsas yarım qrupun elementidir. 1-ci qrupda yerləşir. Y elementinin sıra nömrəsi 19 verib. Bu da ki, biz elektron konfigurasiyasını yazdıq 3s2, 3p6, 4s1 şəklindədir. Bu da deməli bizdə yerləşəcək 1-ci A qrupunda olan elementdir. Z elementi üçün də verib 13. Bunu da mən elektron konfigurasiya şəklində yazsam 3s2, 3p1 şəklində olmuş olacaq. Qoy yazım buradan 3s2, 3p1, 3s2, 3p1. Yəni elektron konfigurasiyasını açsaq, bu da olur deməli 3-cü A qrup elementi. Z də olur 3-cü A qrup elementi. İndi bizə deyir ki, X, Y və Z metallarının oksidləri haqqında hansı ifadələr doğru deyil? Deyir ki, Z-in oksidi əsas oksiddir. Uşaqlar, məsələn, dedik ki, 3-cü A qrupunda yerləşən element hansıdır? Məsələn, deyək ki, bir alüminium. Alüminiumdakı oksidi, yəni alüminium 2O3 o əsas oksiddir. Əsas oksid deyir. İndi bizə deyir ki, doğru deyil. Yəni bunları soruşur da. Deməli, uşaqlar, bizə doğru deyil ifadəsini soruşur. Deyir ki, Z-in oksidi əsas oksiddir. Z də bildik ki, 3-cü A qrupunda yerləşən bir elementdir. Məsələn, deyək bir alüminium. Onun oksidi alüminium 2O3-dür. Alüminium 2O3-də uşaqlar oksidə dərsində öyrənəcəksiniz. Oksidlərin ümumiyyətlə özlərinin növləri var. Burada məsəl üçün yazır ki, Z-in oksidi əsas oksiddir. Bu yanlışdır. Elə bunu götürürük. Çünki alüminium 2O3 alüminium oksid yəni amfoter oksiddir. Yəni əsas oksid deyil. Bir yanlışdır. Onu götürdük. İndi ikinci varianta baxaq. Deyir ki, X və Y-in oksidlərini hidrogen ilə reduksiya etdikdə metallar alınır. Dedik ki, X də 1-ci qrupda yerləşir, 1-ci A yarım qrupunda yerləşir, Y də 1-ci A yarım qrupunda yerləşir. Məsələn, deyək ki, litium elementdir, qələvi metallardan deyək litiumdur. İndi bunun oksidi litium oksid. Deyir ki, hidrogen ilə qarşılıqlı təsirindən deyir reduksiya etməklə metallar alınır. Bu yanlışdır. Çünki buradan yəni litium və su alınmır. Bu yanlışdır. Amma məsələn biz desəydik ki, sink oksid bəli hidrogen ilə reduksiya etdiyi zaman alınacaqdır sink üzərinə gəlinsin H2O şəklində. Yəni ki, bu yanlışdır. 2 yanlışdır, 2-ni də götürdük. Üçüncüdə deyir ki, X-in və Y-in oksidləri adi şəraitdə suda həll olur. Deməli, X dedik ki, 1-ci qrupda yerləşir. Yəni ki, 1-ci qrup məsələn deyək litium elementidir və ya da natrium elementidir. 2-ci qrupda da 2-ci qrup yox, elə 1-ci qrup elementlərini danışırıq. Hə, məsələn deyək litium və ya da natrium elementidir. Ondakı oksidi, yəni istər litium olsun, istər natrium olsun, istər kalium olsun, qələv metallar, yəni ki, onların oksidləri adi şəraitdə suda həll olur. Bu doğrudur. Bizə də ki, yanlışları soruşurdu. Olacaq 1 ilə 2 olan variant. Yəni Y bəndi. İndi gəlin 63-cü suala baxaq. Deyir, X yalnız əsas oksid, Y yalnız turş oksidi əmələ gətirir. Z isə ən elektromənfi elementdir. X, Y və Z-i müəyyən edin. Uşaqlar, əsas oksidlərdə də, amfoter oksidlərdə də, yəni onlar metallardan yaranan bir oksidlərdir. Yəni X metaldır. X metal. Y deyir ki, yalnız turş oksidir. Bu qeyri-metaldır. Z-dəki elektromənfi olan, ən elektromənfi olan elementdir. Biz də bilirik ki, elektromənfiliyi ən güclü olan element flor elementidir və flor da qeyri-metaldır. Deməli, deyirik ki, X metal, Y və Z-dəki qeyri-metal olan variantımız olacaq 63-də Y bəndi. Gəlin uşaqlar, baxaq 64-cü suala. 64-cü sualda deməli bizə deyir ki, Z-in minimum oksidaşma dərəcəsi -3-dür. Mən dedim ki, -3-dürsə, yəni minimum oksidaşma dərəcəsi -3 qeyd edilibsə, demək o yerləşdiyi qrup elə bir qrupdur ki, inklüzion tapmalıyıq. Həmin o qrupdan biz 8 çıxmışıq, almışıq -3. Deməli, daha doğrusu burada Z yazmalıydım. Deməli, Z-in oksidaşma dərəcəsi onda -3-sə, mənim Z-im hansı qrupda yerləşir? 5-ci qrupda yerləşir. Deməli, Z-ə yazdım 5-ci qrup. Ondan sağda yerləşən Y olacaq 6-cı qrup. Bura 4-cü qrup. Burada yazıram 3-cü qrup. Yəni, deyir ki, X-in sıra nömrəsi 5 olarsa, X-in sıra nömrəsi 5 olarsa, deməli, deyir ki, həmin bu ifadələrin hansı doğrudur?
Deyir Y-in minimum oksidaşma dərəcəsi -2-dir. Y 6-cı qrupda yerləşir. Onun minimum oksidaşma dərəcəsi, yəni yerləşdiyi qrupdan 8 çıxırıq. 6-dan da 8 çıxanda olur -2. Yəni bu doğrudur. Birincini doğru götürdük. İkincidə deyir ki, X-in maksimum oksidaşma dərəcəsi -3-dür. Bəli, görürsünüz ki, X 3-cü qrupda yerləşir. Onun maksimum oksidaşma dərəcəsi -3-dür. Bu da doğrudur. Sonra üçüncü ifadə deyir ki, Z və Y Z2, Y5 formulu əmələ gətirir. Bunu necə biləcəksiniz? Uşaqlar, Z görürsünüz ki, 5-ci qrupda yerləşir. Y də 6-cı qrupda yerləşir. 5-ci qrupda yerləşdiyi üçün biz bilirik ki, o maksimal oksidaşma dərəcəsi göstərir və 5-ci qrupda elə 5 valentlik göstərir. Amma Y 6-cı qrupdur. Onun valentliyi biz bildik ki, 6 çıxılsın 2, 8 yəni -2-dir. Yəni bu da 2 olanda olur Z2, Y5 şəklində. Belə də tapa bilərsiniz. Və yaxud da məsələn, X dedik ki, sıra nömrəsi 5-dir. Sağda olacaq 6, 7, 8. Deməli, Y8 olur. Oksigen elementidir. Deməli, Z olacaq, deməli 15. Biz bilirik ki, üfüqi istiqaməti övrüzə getdikcə sıra nömrəsi 1-1 artır. Amma şaxili istiqaməti qrup üzrə getdikcə sıra nömrəsi 8-8 artır. Yəni sözün qısası Y-in oksigen, Z-indəki fosfor elementi olduğunu tapırıq. Yəni bu da P2O5, yəni birləşməsi əmələ gətirdiyi üçün 3 də doğrudur. Və bizdən doğru olan fikirləri soruşurdu. Olur 1, 2, 3. 65-ci suala baxaq. 65-ci sualda bizə deyir ki, X9 və Y11 olduğu qeyd olunur. X elementin sıra nömrəsi 9-dur. Deməli, mən bunu necə yazacağım? Yazacağım ki, qısa elektron formu şəklində 2s2, 2p5. Bu da bilirəm ki, 2p5. İkinci dövr 7-ci A yarım qrupudur. Bir də indi mən Y elementinin, yəni ki 11-i palyanda olur 3s1. Bu da olur 3-cü dövr 1-ci A yarım qrupu. Yəni bu ikinci dövr 7-ci A, bu flor elementdir. Flor elementi biz bilirik ki, qeyri-metaldır. Bu da ki natrium yox, lityum natrium, hə. Natrium, bu da metaldır. İndi bizə deyir ki, Y atomunun radiusu X atom radiusundan böyükdür. Yəni ki, Y yəni bildik ki, metaldır, X də qeyri-metaldır. Təbii ki də metaldır, qeyri-metaldan atom radiusuna görə böyük olacaq. Bu doğru. Deyir, eyni dövrdə olan elementlərdə xeyir. X ikinci dövrdür, Y üçüncü dövrdür. Bu yanlışdır. Və üçüncüdə deyir ki, atomlarında bir cütləşməmiş elektron var. 3s1-də, yəni bir dənə xanada 1 elektrondur. 2p5-də isə biz bilirik ki, P 3 xana yəni olur və 3 xanada indi 5 dənə elektronu yerləşdiririk. Birinci ardıcıl tək-tək qeyd edirik, sonra cütləşdiririk. 3 dənə getdi, 4. Bu da 5. Yəni bir dənəsi də tək qalır. Yəni ki, hər ikisində həm X elementi üçün, həm də Y elementi üçün bir dənə cütləşməmiş elektron var, doğrudur. Və bizdən doğru ifadələri soruşurdu. Deməli 1-dən 3 olacaq, yəni 65-də C bəndi. 66-cı suala baxaq. 66-cı sualda deyir ki, əsas yarım qrup elementləri üçün hansı ifadələr doğrudur? Birincisi deyir ki, X və M bir-biri ilə birləşmə əmələ gətirir. X birinci qrupda yerləşir. M-dəki görürsünüz ki, cədvəldə 8-ci qrupda yerləşir. 8-ci qrup elementlərdə biz bilirik ki, təsirsiz qazlardır və onlar heç bir, yəni ki, hər hansı bir qrupla birləşmə əmələ gətirmir. Yəni ki, istər birinci qrup olsun, istər 5-ci qrup olsun. Yəni 8-ci qrup elementinin ümumilikdə belə bir xarakterik xüsusiyyəti var ki, onlar birləşmə əmələ gətirmirlər. Ona görə 1 yanlışdır. Yəni ikinci baxaq ki, X və Y deyir ki, aktiv metallardır. X birinci qrupda yerləşir, Y də ikinci qrupda və birinci və ikinci qrup elementləri də həm yəni qələvi metallar, həm də qələvi torpaq metalları aktiv metaldır. Ona görə 2 doğrudur. 3-də deyir ki, T və R bir-biri ilə birləşmə əmələ gətirir. T 4-cü qrupda, R-dəki 6-cı qrupdadır. Yəni bəli, birləşmə əmələ gətirirlər və bizə doğru olanları soruşur. O da olur 2 ilə 3, yəni ki 66-da olur D bəndi. 67-ci sualda bənzər sualda deyir ki, əsas yarım qrup elementləri üçün hansı ifadələr doğrudur? Z və T qeyri-metaldır. Z 5-ci qrup, T-dəki 6-cı qrupda yerləşir. Yəni ki, bu qeyri-metaldır, doğrudur. Deyir, Y və T bir-biri ilə birləşmə əmələ gətirir. Y birinci qrupda yerləşir, qələvi metaldır. T-dəki 6-cı qrupda yerləşir, qeyri-metaldır. Metalla da qeyri-metal, bəli, birləşmə əmələ gətirir. Bu da doğrudur. Və üçüncü deyir ki, X və R bir-biri ilə birləşmə əmələ gətirmir. X ikinci qrupda yerləşir. Deməli, Z-dəki, daha doğrusu R. X ikinci qrupda yerləşir, R-dəki 8-ci qrupda yerləşir. 8-ci qrupda dedik ki, birləşmə əmələ gətirmir. Hə, gətirmir deyir. Bu da doğrudur. Bizə nəyi soruşur? Doğru olan ifadələr soruşurdu. 1, 2, 3. Deməli, 67-də olur B bəndi. 68-ci sualda deyir ki, dövri sistemin verilmiş hissəsindəki əsas yarım qrup elementlər üçün hansı ifadələr doğru deyil? Deməli, deyir, Y-in proton sayı X-in proton sayından bir vahid çoxdur. Deməli, görür ki, X ikinci dövrün 6-cı qrup elementidir. Yəni, bu oksigendir. Oksigendəki sıra nömrəsi 8-dir. Y-dəki ikinci dövrün 7-ci qrup elementidir. Yəni, bu da flor elementi ki, flor elementi sıra nömrəsi uşaqlar 9-dur. Və təbii ki də, yəni 9 8-dən bir vahid böyükdür. Bu, yəni doğrudur. Bizə doğru deyil soruşur. İndi deyir ki, B variantında M-in atom radiusu ən böyükdür. Bəli, istər qrup üzrə yuxarıdan aşağı doğru gəldiksə, istərsə də ki, dövr üzrə.
Deməli, sağdan sol istiqamətə gəldikdə, yəni M-in atom radiusu böyük olmuş olacaq. Yəni bu da doğrudur. Y-in elektron mənfiliyi böyükdür. Bəli, yəni ki, Y istər dövr üzrə sağdan sola gəlsin, daha doğrusu soldan sağa doğru gəlsin və yaxud da ki, qrup üzrə aşağıdan yuxarı doğru gəldikdə, yəni onun elektron mənfiliyi böyük olmuş olacaq. Çünki onun nüktələşdiriciliyi də böyükdür. Və deyir ki, D variantında X-in proton sayı ən azdır. Bəli, doğrudur. Və Y variantında deyir ki, R-in atom radiusu M-in atom radiusundan böyükdür. Xeyr, yəni ən böyük atom radiusu olan M-dir. Bu yanlışdır. Ona görə cavab olacaq Y bəndi. İndi bəziləri deyə bilər ki, X-in proton sayı ən azdır. Müəllim hardan bilirsiniz ki, uşaqlar X 8-dir, Y 9-dur. Mən sizə də öyrətmişəm ki, üfüqi istiqamətdə, yəni ki, sıra nömrəsi 1 vayda artır. Yəni 1-1 gedir. Amma şaqili istiqamətdə qrup üzrə baxdıqda biz bilirik ki, nə qədər artırdı? 8 artırdı. İndi məsələn X 8-dirsə, X-in aşağısına yerləşən bir sıra deyək, o olacaq 16. Deməli bura 15-dir, onda zət olacaq 14. 14-dən aşağıda yerləşəcək olacaq 22. Yəni bu cür gedəcək də, yəni ən kiçik proton olan X olacaq yenə də. 69-cu sualda deyir ki, dövrü sistemdə verilmiş hissəsindəki əsas yarım qrup elementlər üçün hansı ifadələr doğru deyil? X-in proton sayı ən azdır. Bu deməli doğrudur. Deyir ki, M-in atom radiusu ən kiçikdir. İstər deməli deyirik ki, dövr üzrə soldan sağa doğru gəlsin və yaxud da qrup üzrə aşağıdan yuxarı. M-in nüktələşdiriciliyi böyük olduğu üçün onun atom radiusu ən kiçik olmuş olacaq. Yəni bu da doğrudur. C variantda deyir ki, R-in atom radiusu Y-in atom radiusundan böyükdür. R-in atom radiusu Y-in atom radiusundan böyükdür. Bu yanlışdır. Niyə? Çünki biz bilirik ki, dövr üzrə soldan sağa doğru gəldikcə atom radiusu azalır. Yəni artmır. Azalırsa deməli Y-in atom radiusu R-in atom radiusundan böyük olması lazımdır. Yəni R-in atom radiusu Y-in atom radiusundan böyükdür. Bu yanlışdır. Elə 69-da cavab olur C bəndi. Gəlin uşaqlar baxaq 70-ci suala. 70-ci sualda deyir ki, X, Y və Z əsas yarım qrup elementlərdir. X-in sıra nömrəsi 17-dir. Sıra nömrəsi olan X 17-si. Gəlin biz bunu elektron konfigurasiya şəklində yazsaq. Yəni elektron quruş şəklində yazsaq 3s2 3p5 şəklində olmuş olacaq. Yəni bu 3-cü dövr 7-ci A yarım qrupudur. Deməli deyir ki, Z və Y elementlər isə Z2Y şəklindədir. Biz bilirik ki, buradan yəni baxsaq Y -2, Z-dəki müsbət bir oxlaşma dərəcəsi göstərir. Biz də bilirik ki, soldakı ən böyük maksimal oxlaşma dərəcəsini, sağdakı isə minimal oxlaşma dərəcəsini göstərir. İndi Z müsbət bir oxlaşma dərəcəsi göstərsə, deməli Z birinci qrupun A yarım qrupunda yerləşir. Y-də -2 oxlaşma dərəcəsi. Deməli o yerləşdiyi qrup elə qrupdur ki, ona 8 çıxanda -2 olub. Deməli Y olacaq 6-cı qrup. Deməli biz bildik ki, X birinci qrup, Y 6-cı qrup. Daha doğrusu Z birinci qrup, Y 6-cı qrup, X-dəki 7-ci qrupdur. Bu olan variantda ki, yəni Z1, sonra Y 6-cı qrup, X-dəki 7-ci qrup olan variant B variantıdır. Baxaq 71-ci sualda. 71-ci sual deyir ki, dövrü sistemdə yerləri göstərilmiş əsas yarım qrup elementlər üçün hansı ifadələr doğrudur? Birincidə deyir ki, Y və L birləşmədə ion rabitəsidir. Deməli, uşaqlar X-dir, Y-dir və Z-dir. Bunlar metaldır. Yerdə qalan T, L və R isə qeyri-metaldır. İndi Y metaldır, L-dəki qeyri-metaldır. Biz də bilirik ki, metalla qeyri-metal arasında ion rabitəsi var. Yəni 1 doğrudur. Sonra ikincidə deyir ki, T ilə R elementləri T-R4 birləşməsi əmələ gətirir. T 4-cü qrupda yerləşir, R-dəki 7-ci qrupda yerləşir. T 4-cü qrupda yerləşirsə, o maksimal oxlaşma dərəcəsi müsbət 4 göstərir. R 7-ci qrupda yerləşirsə, onun minimal oxlaşma dərəcəsi biz çıxacaq, yəni ki, 7-ci qrupda yerləşirsə, 7-dən çıxacaqsan, maksimal qrup sayaq 8-dir. 8 çıxacaq, o da deyəcək -1. Deməli, burada olacaq TR4 şəklində. Yəni ki, bu da doğrudur. Üçüncü deyir ki, X ilə Z elementləri X2Z birləşməsi əmələ gətirir. Uşaqlar X və Z də hər ikisi metal olduğu üçün, yəni metal-metalda birləşə bilmir. Yəni metalla qeyri-metal olardı. 3 yanlışdır. Deməli, bizə nəyi soruşurdu? Doğru olan ifadələr, bu da 1 ilə 2 olan variant. 71-də D bəndidir. 72-ci suala baxaq. Deyir, dövr sistemində yerləri göstərilmiş əsas yarım qrup elementlər üçün hansı ifadələr doğru deyil? Doğru deyilləri soruşur. X, Y və Z metaldır, T, L və R isə qeyri-metaldır. Deyir, Y, L birləşməsi ion rabitəsidir. Y metaldır, L də qeyri-metaldır. Bəli, metalla qeyri-metal arasında ion rabitəsi var. T və R, bayaqları dedik, TR4 şəklində olmuş olacaq. Bu da doğrudur. X ilə Z isə X2Z ola bilməz, çünki X ilə Z hər ikisi metaldır. Yanlış olan yalnız 3 olacaq, yəni ki, 72-də olacaq C bəndi. İndi gəlin baxaq, deməli, 73-cü suala, növbəti sualımızda deyir ki, X və R elementləri Z ilə doğru olanları soruşur bizdə. X və R elementləri Z ilə ion rabitəli birləşmə əmələ gətirir. X və R birinci qrupda yerləşir, metaldır. Z-dəki 7-ci qrupda yerləşir, qeyri-metaldır. Metallə da qeyri-metal arasında ion rabitəsi var, doğrudur. İkincidə deyir ki, X ilə L elementləri X2L birləşməsi əmələ gətirir. X birinci qrupda yerləşir, onun oxlaşma dərəcəsi maksimal müsbət 1-dir. L-dəki 6-cı qrupda yerləşir. Ondakı minimal oxlaşma dərəcəsi 6-dan 8 çıxanda -2-dir. Yəni bu olacaq X2L, bu da doğrudur.
Üçüncüdə deyir ki, MVZ elementləri MZ birləşməsi əmələ gətirir. M üçüncü qrupda yerləşir. Maksimal oktaşma dərəcəsi -3-dür. Deməli, Z-dəki 7-ci qrupda yerləşir. Ondakı minimal oktaşma dərəcəsi -1-dir və bu da MZ3 şəklində olmuş olacaq. Bir də deyir MZ birləşməsi əmələ gətirir. Yanlışdır. Doğru olanlar olacaq 1-dən 2. 74-cü suala fikir verək. 74-cü sualda bizə deyir ki, dövr sistemində göstərilmiş əsas yarımqrup elementləri üçün hansı ifadələr doğrudur? Deyir ki, Z və L ion rabitəlidir və Z L2 birləşməsi əmələ gətirir. Deməli, Z uşaqlar görürük ki, 6-cı qrupdadır, L də 7-ci qrupdadır və bu ion rabitədir. Bu yanlışdır, çünki hər ikisi qeyri-metal olduğu üçün. Deməli, bu yəni ion rabitə ola bilməz. T və L deyir ki, ion rabitəlidir. T 1-ci qrupda yerləşir, L də 7-ci qrupda yerləşir. Yəni biri metal, biri qeyri-metaldır. Bəli, ion rabitəlidir. Və deyir TL birləşməsi əmələ gətirir. T 1-ci qrupda yerləşir, müsbət 1 oktaşma dərəcəsi göstərir. L də 7-ci qrupda yerləşir, mənfi 1 oktaşma dərəcəsi göstərir. Bəli, TL, yəni ki, doğrudur. Üçüncüdə deyir ki, X və Y kovalent rabitəli birləşmə əmələ gətirir. Biz də bilirik ki, kovalent rabitə özü də iki cür olur. Polyar kovalent rabitə var, bir də qeyri-polyar kovalent rabitə var. Yəni kovalent rabitə olması üçün hər iki elementin qeyri-metal olması lazımdır. Amma X görürük ki, 1-ci qrupda yerləşir, yəni metaldır. Y-dəki qeyri-metaldır. Metal, qeyri-metal kovalent ola bilməz, ion ola bilər. Ona görə 3 də yanlışdır. Hansı ifadələr doğrudur desə, yalnız 2 olacaq, yəni ki, olur 74-də D bəndi. Uşaqlar, buradan bir şey yaddan çıxarmışam, bunu görmədim. X görürük ki, 1-ci dövrün 1-ci qrup elementidir. Bu hidrogendir və hidrogen də qeyri-metaldır. Yəni X məsələn 2-ci dövrün 1-ci qrupunda yerləşən bir element olsaydı, o metal idi. Amma görürəm ki, X 1-ci qrupun 1-ci dövrün 1-ci qrupunda yerləşən elementdir. Bu da hidrogen elementi olduğu üçün hidrogen də bilirəm qeyri-metaldır. Və Y də görürəm ki, 5-ci qrupda yerləşir, o da qeyri-metaldır. Hər ikisi qeyri-metal olduğu üçün bəli kovalent rabitəlidir. Və mənə deyir X3 birləşməsi əmələ gətirir. X deməli hidrogendir, bir valentlidir. Y-dəki 5-ci qrupda yerləşir. Ondakı minimal oktaşma dərəcəsi -3 olduğu üçün deməli olacaq neçə? X3 Y şəkli, yəni bu da doğrudur. 2 3 olacaq. 2 3 olan, yəni 74-də olacaq B bəndi. Yəni mən orada fikir vermədim ki, X bəs 1-ci dövrün 1-ci qrup elementidir. Elə olan halda hidrogendir, hidrogen də qeyri-metaldır. Məsələn, X 2-ci dövrün 1-ci qrup elementi olsaydı, o metal olardı. 75-ci suala baxaq. Deyir ki, dövr sistemində verilmiş əsas yarımqrup elementlər üçün hansı ifadələr doğru deyil? Deyir ki, T ən asan elektron verən elementdir. Deməli, X-in sıra nömrəsi ən kiçikdir. Bəli, bu doğrudur. X ilə T elementləri kovalent rabitə birləşmə əmələ gətirir. X yenə baxın, 1-ci dövrün 1-ci elementi, yəni ki, hidrogen də qeyri-metaldır. T-dəki görəm 7-ci qrupda yerləşir, yəni ki, o da təbii ki, qeyri-metaldır. Hər iki qeyri-metal da kovalentdir və polyar kovalent rabitədir. Birləşmə əmələ gətirir. Yəni doğrudur. Doğru bizdən deyil olan soruşurdu. Aha. Sonra deyir Y-in atom radiusu ən böyükdür. Bəli uşaqlar, biz bilirik ki, qrup yuxarıdan aşağı doğru gəldikcə, dövr soldan sağa doğru gəldikcə Y gəlir və Y-də yəni atom radiusu ən böyükdür. Bu da doğrudur. T-nin də sıra nömrəsi ən böyükdür. Bu da doğrudur. Deməli yanlış olan A variantı olacaq. 75-də olur A bəndi. İndi burada məsələn bəzi uşaqlar soruşa bilərlər ki, müəllim niyə C variantında kovalentin polyar olduğunu hardan bildik? Uşaqlar indi bəziləri rabitə mövzusunu bildiyi üçün yəni bu sualı heç verməyə bilərlər mənə. Yəni bəziləri məsəl üçün düşünürlər ki, elə belə bir fikir varlarsa ağlında bir ümumiyyətlə yadda saxlayın. Rabitə dərsində bunu indi öyrənəcəksiniz. Kovalent rabitə özü iki cür olur. Bir var polyar kovalent rabitə, bir də var qeyri-polyar kovalent rabitə. Qeyri-polyar kovalent rabitə eyni növ qeyri-metal atomlar arasında yəni ki, yaranır. Amma polyar kovalent rabitə isə yəni ki, müxtəlif növ qeyri-metal atomlar arasında olur. Mən də görürəm ki, X və T yəni müxtəlif növ qeyri-metallardır. Yəni bunlar arasında polyar kovalent rabitə olacaq. Amma eyni növ qeyri-metal olsaydı, onlar arasında qeyri-polyar kovalent rabitə olacaqdı. Gəlin 76-cı suala baxaq. Deyir ki, dövr sistemində verilmiş əsas yarımqrup elementlər üçün hansı ifadə doğru deyil? Deməlidir ki, Z ilə T elementləri kovalent polyar. Baxın, görürsünüz ki, 4-cü qrupda yerləşir qeyri-metaldır. T-dəki 7-ci qrupda yerləşir qeyri-metaldır və müxtəlif növ qeyri-metal olduqları üçün bunlar kovalent polyardır. Yəni bu doğrudur. B deyir ki, Z-in atom radiusu Y-in atom radiusundan kiçikdir. Bəli, bu da doğrudur. T ən qüvvətli reduksiya edicidir. T ən qüvvətli reduksiya edicidir. Biz bilirik ki, dövr soldan sağa doğru gəldikcə reduksiyaciliyi azalır. Yəni ki, bu yanlışdır. Ona görə C variantı yanlış olacaq. X-in sıra nömrəsindən kiçikdir, doğrudur. Y-dəki 1-ci qrupda yerləşir, metaldır, bu da doğrudur. Yanlış olan olacaq 76-da C bəndi. 77-ci suala baxaq. Deməli deyir ki, X, Y və Z metalları eyni əsas yarımqrupda yerləşir. Z-in metallıq qabiliyyəti Y-dən güclüdür. Biz bilirik ki, yuxarıdan aşağı doğru gəldikcə metallıq qabiliyyəti artır. Z-in metallıq qabiliyyəti Y-dən güclü olduğu üçün deməli Z Y-dən aşağıda yerləşəcək. Və indi X də deyir ki, metallıq qabiliyyəti ən zəifdirsə, deməli X yuxarıda yerləşəcək. İndi mənə deyir ki, bunların atom radiuslarının X, Y, Z metalların radiuslarının artma sırasını göstərin. Radiuslarının artma sırasıdır. Bir dəqiqə, X-i mən doğru yazmadım axı elə bir. Deyir ki, X isə zəifdir.
Yəni Z-in metallıq qabiliyyəti Y-dən güclü olduğu üçün Z-i mən yazdım Y-dən aşağıda. X-dən isə Z-in metallıq qabiliyyəti Y-dən güclüdür, amma şərti düz oxumamışıq. Z-in metallıq qabiliyyəti Y-dən güclüdür, amma X-dən isə zəifdir. Onda Z deməli ortada yerləşəcək. X-in Y-in ortasında yerləşəcək. İndi mənə deyir ki, bu X, Y, Z metallarının radiuslarının artması istiqamətində biz də bilirik ki, birinci Y, sonra Z, sonra X yazılacaq. Yəni olacaq 77-də D bəndi. 78-ci suala baxaq. 78-ci sualda bizə deyir ki, şəkildə dövrə sistemin bir hissəsi verilmişdir və X elementinin sıra nömrəsi 9 olduğu məlum olarsa, hansı ifadə doğru deyil? X əgər 9-dursa, ondan aşağıda yerləşən 1-2 cədvəl var. Ondan yəni 8 vahid böyük olan olmalıdır. Yəni bura olacaq 17. Sağda Z yerləşir deyə 18 1 vahid böyük, solda Y yerləşir, ondan 1 vahid kiçik 16 olacaq. İndi deyir ki, hansı ifadə doğru deyil? Y elementi X ilə Y X6 əmələ gətirir. Deməli Y X6, Y görürük ki 6-cı qrupda yerləşir, X 7-ci qrupda yerləşir. Deməli Y-in deyir ki, maksimal variantı müsbət 6, X-dəki 7-ci qrupda yerləşir, ona minimal oksidaşmə dərəcəsi göstərir. Yəni 7-dən 8 qalır, olur -1, bu da olur Y X6, yəni bu doğrudur. Z təsirsiz qazdır, bəli 8-ci qrupda yerləşirsə təsirsiz qazdır. Y-in protonu 16-dır, doğrudur. Sonra deyir ki, Y-in ən kiçik və ən böyük yoxlaşma dərəcələrinin cəmi müsbət 2-dir. Y 6-cı qrupda yerləşir. Onun ən böyük yoxlaşma dərəcəsi müsbət 6-dır. Ən kiçik yoxlaşma dərəcəsi isə 6-da 8 çıxanda Y -2. Bunlara cəmi deyir ki, müsbət 2-dir, yox, müsbət 4-dür. Deməli, D variantı yanlışdır. X-dəki yalnız oksidaşdırıcı xassə göstərir, doğrudur. Çünki X elementi flor elementidir. Sıra nömrəsi 9-dur, flor elementidir. Flor da yalnız oksidaşdırıcı xassə göstərir. Yanlış olan 78-də olur, D bəndi. İndi 79-a fikir verin. Deyir, şəkildə dövrə sistemin bir hissəsi verilmişdir. Deyir, X-in sıra nömrəsi 8-dir. Biz bilirik ki, fiqi istiqamətdə sıra nömrəsi getdikcə 8 artır. Amma şaqili istiqamət, fiqi istiqamətdə daha doğrusu sıra nömrəsi 1 artır. Amma şaqili istiqamətdə deməli 8 artır. X-in indi əgər ki, sıra nömrəsi 8-dirsə, ondan aşağıda yerləşən bir boş xanaki var. Onun sıra nömrəsi 8-dən 8 vahid çox 16 olacaq. Sağda deməli Z olacaq 17, solda da Y olacaq 15. İndi mənə nə deyir? Deyir, doğru deyil. Deyir, Z-in ən böyük və ən kiçik yoxlaşma dərəcələrinin cəmi müsbət 4-dür. Deməli, Z görürəm ki, 7-ci qrupda yerləşir. Onun ən böyük yoxlaşma dərəcəsi müsbət 7-dir. Ən kiçikdəki -1-dir. Bunların cəmi olacaq müsbət 6. Amma mənə müsbət 4-lər ilə yanlış variantıdır. Z-in protonu 17-dir, görürsünüz ki, 17-dir, doğrudur. Y-in atom radiusu X-in vəziyyətdən böyükdür. Doğrudur. Y-in protonu 15-dir, doğrudur. Y elementi X elementinə X2 Y5 əmələ gətirir, bu da doğrudur. Gəlin baxaq. Deməli 80-ci suala. 80-ci sualda deyir ki, elementlər verilib X elementi, Y elementi və Z elementi. X-in sıra nömrəsini verib ki, A-dır, Y üçün verib A+1 və Z üçün də verib ki, A+2-dir. Deyir, bu elementlərdən biri başqa dövrdədir. Y isə deyir, qələvi metaldır. Y bilirik ki, qələvi metaldırsa, deməli bu birinci qrupda yerləşən element Y, bax, burada yerləşəcək. Deməli, Z görürəm ki, baxın, Y-in sıra nömrəsini verib A+1, yazıram Y-in aşağısına A+1. Z üçün də verib A+2. Deməli, Z ikinci qrupda yerləşəcək. Z olacaq A+2. Deməli, deyir ki, X başqa dövrdədir. X-də sıra nömrəsi A-dır. Yəni ki, Y-dən bir vahid kiçikdir sıra nömrəsi. Onda bu 8-ci qrupda yerləşir, amma başqa dövrün 8-ci qrupda. Burada deyək 1X. Burada yazıq sıra nömrəsi A. İndi deyir ki, X başqa dövrədə, bu doğrudur. Z birləşmələrdə müsbət 2 yoxlaşma dərəcəsi göstərir, çünki ikinci qrupda yerləşdiyi üçün. Yəni doğrudur. X təsirsiz qazdır, 8-ci qrupda yerləşir, təsirsiz qazdır. X və Z elementləri X-Z birləşməsi əmələ gətirir. X 8-ci qrupda yerləşir. Ümumiyyətlə o birləşmə əmələ gətirmir. 4 yanlış. İndi baxın, 81-ci sualda bununla bənzərdir. Deyir ki, elementlərdən ikisi eyni dövrdədir. X, Y, Z verib sıra nömrələrdə qeyd edib və deyir ki, X təsirsiz qazdır. X təsirsiz qazdır. Uşaqlar, birinci belə yazaq. Birinci qrup, ikinci qrup yazaq. 8-ci qrup bilirik ki, təsirsiz qazdır. Və bizə nə deyir? Deyir ki, X-dir təsirsiz qaz. X-in də ki, təsirsiz qaz olduğu üçün yazıram. X-in sıra nömrəsi A qeyd olunub, yazdım. Y A+1-dir. Yəni, ondan bir vahid çoxdursa, təbii ki, 9-cu qrup olmadığı üçün, deməli, başqa dövrün birinci qrup olacaq Y. Yəni, birinci qrupda yerləşəcək. Z deyir ki, A-2-dir. A-2. Bu A-dır. 7-ci qrupda olanda olacaq A-1. 7-ci qrupda olsa. 6-cı qrupda da olanda 7-ci qrupda olanda A-1-dir. 6-cı qrupda olacaq A-2. A-2-də olacaq, deməli, Z. Deməli, həqiqətən də X və Z eyni dövrdə yerləşir, amma Y başqa dövrdə yerləşir. İndi deyir, hansı ifadə doğrudur? Deyir, Z-in atomunun xarici elektron təbəqəsində 6 elektron var. Deməli, Z görürəm ki, 6-cı qrupda yerləşən bir elementdir. Deməli, xarici elektron təbəqəsində 6 elektron var. Bu doğrudur.
Deyir x və z elementləri x z birləşməsi əmələ gətirir. X 8-ci qrupdur. 8-ci qrupdursa o ümumiyyətlə birləşmə əmələ gətirmir. Yəni yanlışdır. Bu elementlərdən biri qələvidir. Bəli, birinci qrupda yerləşir. Qələvidir bir dənəsi. Bu doğrudur. Deyir y ilə də z, deməli y2z birləşməsi əmələ gətirir. Y birinci qrupda yerləşir deyə müsbət 1 olacaq. Z də 6-cı qrupda yerləşir. Minimal nöqtələşmə dərəcəsi olacaq -2. Bu da olacaq deməli y2z, yəni bu da doğrudur. Məndən doğru olanları soruşurdu 1, 3 və 4. 82-ci suala deyir ki, dövrü sistemdə əsas yarımqrupda qruplar üzrə sıra nömrəsi artdıqca, sıra nömrəsi biz bilirik ki, yuxarıdan aşağı doğru gəldikcə artır. Deyir, burada hansı ifadələr doğrudur? Atom radiusu artması, qrup üzrə yuxarıdan aşağı doğru gəldikcə atom radiusu artır, doğrudur. Atom radiusu artırsa, deməli onun reduksiya ediciliyi artır. Ona görə də elektromənfiliyi azalacaq. Ona görə 4 doğru olacaq. Və metallıq həssəsi artdığı üçün qeyri-metallıq həssəsi zəifləyəcək, metallıq həssəsi isə güclü olacaq. Deməli, doğru olan ifadələr 1, 4 və 6-dır. Hələlik uşaqlar bu qədər. Sağ olun.